Hamıya salam. Bugün deməli 6 aprel tarixində keçirilən məzunlar, yəni keçən il məzunları üçün keçirilən buraxılış imtahanına baxacağıq. Deməli 7-ci sualdan başlayıram. 7-ci sualda bizdən istəyir düzgün nida cümləsini. Nida cümlələrində biz bilirik ki, what varsa en artiklı olmalıdır. Yəni en artiklı nə vaxt olar? Əgər isim sayılan və təkdədirsə. İndi burada baxırıq ki, isimimiz students cəmdədir və en artiklı olmamalıdır. Və what-la da o zaman sifət işlənər ki, sifətdən sonra isim gəlsin. Əks təqdirdə sifətlər işlənirdi, sifət və zərf işlənirdi how ilə. Deməli, burada görürük ki, intelligent-dan sonra isim gəlib, deməli, what işlənə bilər. Və students cəmdə olduğu üçün heç bir artikla ehtiyacımız yoxdur. Həm də ki, cümlənin sonu da they are-la bitib, bu düzgün formadır. Ona görə də düzgün cavab olur A variantı. B-də deməli what-la they işlədib, C-də are they are əvvələ keçib səhvdir. D-də yenə are əvvələ keçib. Y-də də ki what-la deməli burada students-la ən işlədib. Ona görə bu səhvdir. Cəmdə olduğu üçün article işlənməz. Cavab olur A variantı. 8-ci sualda isə düzgün modal feili seçirik. Cümləyə baxmadan bunu tapmaq mümkündür. Çünki biz bilirik ki, haven't to modal feili yoxdur. Bunun inkar forması don't have to olmalıdır. Yəni variantlarda haven't to görürdüksə bunu çıxırdıq. Are not able-da to'su yoxdur. Yerdə qaldı. 3-lə mustn't, bir də shouldn't. Cümləyə baxaq. I want to know the truth. Gerçəyi bilmək istəyirəm. You mustn't lie to me. Sən mənə yalan danışmamalısan. Və yaxud da yenə də shouldn't eyni şəkildə, yəni eyni mənaya gəlib çıxır. 3-lə 4 olur Y variantı. 9-cu sualda isə these flowers look than these ones. Deməli, than müqayisə dərəcəsinin göstəricisidir və müqayisə dərəcəsi də bildiyimiz kimi good'un müqayisə dərəcəsi olacaq better, o da olur D variantı. 10-cu sualda isə singular, yəni təkdə olan isimləri soruşur. A-da baxıram ears deyir, ears cəmdədir, getdi. B-də fit, foot'un cəm formasıdır, getdi. C-də days cəmdədir. D-də months cəmdədir. Weather, bir də face təkdə olan isimlərdir, o da olur Y variantı. 11-ci sualda isə the climate. Climate bilirik ki, burada təkdədir. Ona görə də is olmalıdır. Heç cümləyə baxmasam da A, S, D, Y hamısı cəmdə verilib xəbəri. Deməli, bunların hamısını çıxırıq, yerdə qalır is. 12-ci sualda düzgün cümlə qurmaqdır. Cümlə belə olmalıdır. It was snowing when the guests arrived. Qonaqlar çatanda qar yağırdı. Yəni 3, 1, 4, 2, 6, 5 cavab olur D variantı. 13-cü sualda conjunction düzgün bağlayıcını bizdən soruşur. Bağlayıcılarda yaxşı olar ki, tərcümə eləyək. Tərcümə ilə daha rahat tapılır. Deməli, you should stay at home. Evdə qalmalısan, çünki xəstəsən. Because you are ill. Ill da xəstə deməkdir. Cavab da oldu C variantı. 14-cü sualda complex objectdir. My sister wanted me. Want 3-cü qrup feildir bildiyimiz kimi. Və bunu belə yadda saxlamaq olar. Want-la watch-u çox vaxt qarışdırırlar. Deməli, want sonu to ilə bitir, özündən sonra to tələb eləyir. Yəni to ilə işlənən şeydir bu, complex objectdir. To ilə işlənir. Watch isə bu duyğu üzvlərinə bağlı olduğu üçün ikinci qrup feildir. Yəni ya to-suz ya da ing-siz. Ya to-suz ya da ing ilə işlənir. Deməli, want indi sonu to ilə bitdiyi üçün to ilə işlənməlidir. O da olur Y variantı. To cook. 15-ci sualda preposition bizdən soruşur. The museum is far from our office. Bizim ofisimizdən. Deməli, muzey bizim ofisimizdən uzaqdadır. Deməli, farla from işlənir. Və piyada getmək də ki, on foot deməkdir. If you go there on foot, it will take you half an hour. Deməli, piyada getməklə həmişə belə istifadə olunur. On foot cavab olur D variantı. 16-cı sualda düzgün zamanı soruşur. Yesterday görürəm, elə ən sadə zaman düşüb. Yesterday keçmiş zamandır və having də keçmiş olacaq. Had düzgün cavab oldu A. 17-ci sualda he gave me phone number isimdir və cümlənin sonunda heç bir isim yoxdur. Bu phone number isimdirsə, deməli bu isimlə işlənən əvəzlik hansıdırsa onu götürürük. Yəni his. Və bir də var müstəqil əvəzliklər, yiyəlik əvəzliyi. Bunlarda özündən sonra isim tələb etmir. İsim götürmür yəni. Və isim götürmədiyi üçün cavab olacaq his və mine. Yəni D variantı. 18-ci sualda the teacher asked us questions. Questions deməli sayılan cəmdədir. Sayılan cəmlərdən də işlənirdi many, bir də a few.
Much və a little isə sayılmayan tək isimlərlə işlənir. Yəni sayılmayan isimlərlə işlənir. Deməli, bu 18-də kimi oldu. Sonra keçirik 19. 19-cu sualda isə deməli, we usually go by train. Əvvəlki videoda da bunu demişdim ki, by varsa heç bir article olmamalıdır. Əgər article varsa o zaman onunla işlənməli idi. Deməli, bu by varsa heç bir article qoymuruq. Elə ən birincidə heç bir article qoyulmayan variant elə B variantıdır. Yəni düzgün cavab B-dir. But today we are taking the bus. 20-ci sualda isə bizdən soruşur ki, deməli, keçən gecə sənə kim zəng elədi? Burada deməli fond zaten bizim xəbərimiz var zəng etdi. Bir dənə mübtədamız çatmır. Mübtədamız da olacaq who, yəni kim zəng etdi. Sonra gəlir deməli 21-ci sual. 21-ci sualda isə deməli they picked up bananas in the forest. Passive voice bizdən soruşur. Passive voice-da ilk baxılmalı məqam elə cümlənin zamanıdır. Picked up keçmiş zamandır və bütün variantları çıxırıq. Will be gələcək zamandır, are indiki zamandır, have picked bitmiş zamandır. Were-lə been-də heç belə bir ifadə yoxdur. Yəni were-lə been işlənməz. Ona görə də bananas cümlənin obyekti, yəni tamamlığıdır. Əvvələ keçdi. Picked up-ın da keçmişi passive voice-da olacaq were picked up. O da olur C variantı. 22-ci sualda bizdən sinonimləri soruşur. Sinonimlər bilirik ki, yaxın mənalı sözdədir. A variantında early, late. Early erkən, late gecdir. Bu sinonim deyil, antonimdir. B variantında dangerous təhlükəli deməkdir. Harmless zərərsiz deməkdir. Harmful zərərli deməkdir. Harmless zərərsiz, təhlükəli və zərərsiz bu da antonimdir, getdi. Deməli, anxious bir də worried bu narahat deməkdir ikisi də. C variantı düzgün cavab, yəni sinonimlərdir. Simple, hard. Simple sadə, hard çətin antonimdir. Rude, polite. Rude kobud, polite nəzakətli bu da antonimdir. Və düzgün cavabımız olacaq C variantı.